İkincisi, G ilə başlayan sözlər və onlardan sonra gələn səslər. G hərfi özündən sonra E ilə gələrsə, I ilə gələrsə və yaxud da ki, I ilə gələrsə, C səsini verir. J, yəni C. İngilislərdə J yazılır, bizdə də C səsi. General, general. Giant, div. General olsa ya ümumi mənasına verir, general da mənasına verir. Giant, div. Gym, U ilə gəldikdə. Gym, idman zalı mənasında, gym. G səsi özündən sonra A, özündən və yaxud da ki O və yaxud da ki U ilə gələrsə G səsini verir. Game, oyun. Go, getmək. Guess, U ilə. Guess, təxmin. Ülvarım ki videomuz sizin üçün uğurlu olmuşdur. Takip eləməyi unutmayın. Follow for more.